Ümumiyyətlə götürsək, Azərbaycan əhalisinin sosial vəziyyəti yaxşı deyil. Gəlin boynumuza alaq. Başa düşürük, müharibədən çıxmışıq, geri qaytardığımız ərazilərimizə vəsait xərclənir. Demək olar ki, kəndlərimiz, şəhərlərimiz yenidən qurulur. Zəngəzur dəhlizinin açılışına vəsait xərclənir. İnşallah ki, o dəhlizdən sonra iqtisadiyyatımızda da irəliləyişlər olacaq. Əvvəllər ucuz düşsün deyə onlayn mobil telefon sifariş edərdik, post vasitəsilə çatdırılardı. Qabağını aldılar ki, olmaz. Qaçaqmalçılıq yaranar. Əlimiz üzüldü. Məcbur olduq ki, ancaq Baku Elektroniks, İrşad, Kontakt vasitəsilə əbəcdadlarının da qiyməti qoyduqları telefonları alaq. Vaxtilə aldığımız nağd telefon pulu bu şəbəkələrin kreditində ilkin ödəniş oldu. Dinmədik. Dedik, yəqin bildikləri var. Kasıb cəmaət gedirdi, Gürcüstandan ucuz avtomobil alıb gətirirdi. Yenidən təmir etdirirdilər. Onun da qarşısı alındı. Rüsumları kəllə çarxa çıxartdılar. Dedik, eybi yox. Yəqin ki, yenə bildikləri nəsə var. Mən özüm də istəyirdim ki, avtomobilimi təzəliyim. Gedim Çindən o Kitayski hibrid avtomobillərdən gətirtdirim, büdcəmə uyğun olsun. Bu ilin yanvarında yenə rüsumlar kəllə çarxa çıxdı. Eybi yox, köhnə avtomobilimi sürərəm.